Herkese selamlar. YouTube kanalımın yeni videosuna hoş geldiniz. Ben Aysun. Bugün sizlerle birlikte hamının çok istediği o videonu çəkirəm. Yorumlarda çok adam gördüm. Yani 4-5 adam gördüm ki tarih hakkında yazmışlar. Ben dedim ki o 4-5 adamı görməyək, tarih hakkında bildiklərimin hamısını sizlere ötürüm. Bu arada birinci videoma çok qəşəng reaksiyalar vermişsiniz. Həqiqət elə gözləmirdim. Yəni çok sağ olun hər şeyə görə. Çok təşəkkürlər. Və elə isə keçək artıq videomuza. Hansı ki bugün tarih hakkında danışacağıq. Tarix mənim ən sevdiyim fənlərdən biri dəqiqətən. 3-cü qrupda deyərdim ki, ən xoşladığım fənlərdən biri də tarixdir. Niyə? Çünki mən 5, 6, 7, 8, 9, 10, 11. hamısı tarix hazırlığına getmişəm. Ya. Və bu arada 5-ci sinifdə falan getdiklərim sırf abituriyentliyə hazır olmaq üçün tarixə getmirdim. Mən 5-ci sinifdə niyə getmişdim? Çünki mənim bir dənə tarix müəllimim var idi o vaxtlar. O müəllimin tarixçilər klubu var idi. Hansı ki Mübariz Tarixçilər klubu idi adı. Biz də o klubun üzvlərindən biriydim. Mən də aktiv üzvlərindən biriydim. Və biz orada daimi tarix faktlar olsun, önəmli günlər olsun ki, o haqqda videolar çəkirdik. İnsanları məlumatlandırmaq üçün falan. Yəni həqiqətən çox maraqlıydı. Mən elə artıq mənim tarixə marağım daha da artdı və günü bu günümüzə də gəldim. Amma abituriyentlik dövründə deyərim ki, tarixdən biraz qorxmağa başlayırdım ki, sonra işləri düzəltdim. İndi mən sizlərə bugün istəyirəm ki, tarixdən necə daha rahat öyrənib gedib 25 plus yaza bilərik. Gedib tarixdən necə 25 plus yaza bilərik, bu haqqda danışacağım. Deməli uşaqlar, tarixdən hər hansı bir mövzunu necə öyrənək, necə yaxşı yadımızda qalsın. Bunun üçün ilk öncəliklə demək istəyirəm ki, əgər bir mövzunu öyrənirsinizsə, çalışın ki, o mövzunu əzbərləməyin. Yəni kitab cümlələrindən istifadə eləməyin. Ki hansı mövzuda kitab cümləsindən istifadə edib öyrənmişəmsə, sabahsı gün o mövzu mənim yadımdan çıxıbdır. Baxın, həqiqətən bu arada belədir. Çalışın öz yollarınız olsun. Onu beyninizdə formalaşdıraraq yadda saxlayın ki, bu sizin yadınızda daha yaxşı qalsın. Öyrənirəm dərsi, altdan xətt çəkə-çəkə öyrənirəm ki, falan tarixdə falan hökmdar taxta çıxdı, falan hökmdar falan məqsəddə falan islahatları keçirdi, falan islahatlar falan nəticə verdi. Bunun hamısını siz əzbər sırayla bilməli deyilsiniz. Çünki tarix dərsini sizə uzaqbaşı müəllim bircə gün danışdıracaq. Sabahsı gün artıq sizin öz bildiklərinizdən baş-başa qalasınız. Yəni ona görə mən sizə tövsiyə edərdim ki, sırf mövzu sınağını 30 yazmaqdan ötürü oxumayın. Çalışın ki, başa düşün. Çünki mövzu sınağını bugün yazasınız, amma sabah sizə mövzu sınağı düşməyəcək. Sabah sizə artıq ümumi bir sınaq düşəcək. Səbəblərin Osmanlı uzlaşdıracaq, Ağqoyunu uzlaşdıracaq. Yəni bu şəkildə qatma qarışıq olacaq. Əgər hər hansı bir insan ki, tarixi əzbər kimi öyrənirsə, inanın ki, sabahsı gün ümumi sınaqlar işləyəndə o insan artıq çaşbaş qalır. Çünki deyir, Osmanlıda var idi bu, yoxsa falan yer də var idi. Falan yer də var. Yəni çaşdırasınız. Amma çalışın məsəl üçün Mannanı öyrənirsiniz, Atropateniyanı öyrənirsiniz, Albaniyanı öyrənirsiniz. Çalışın bu üçündə oxşayacaq. Aha, Mannada, Albaniyada Atropateniya hər üçü quldar olub, hər üçü belə olub. Yəni bu şəkildə beyninizdə onu formalaşdırmağa çalışın, yəni uzlaşdırmağa çalışın. Məsəl üçün tutaq ki, deyir ki, süvari ordu var idi. Aha, hə, süvari ordu Monqollarda da var idi. Bir də süvari ordu harda var? Aha, süvari ordu bir də burada var idi. Yəni bu şəkildə belə yadınızda saxlayın. Yoxsa sırf mən bugün Mannanı gedim qəşəng danışım müəllimə, sabahsın gedim Atropateniyanı qəşəng danışım. O demək deyil ki, bu dərs süper bilirsiniz. O demək ki, siz əzbərləmisiniz. Sizin 2 gün sonra o dərs yadınızdan çıxacaq və imtahan günü gələndə siz artıq çaşbaş qalasınız, nə edəcəyinizi bilməyəsiniz. Mən sizə tövsiyə edərdim ki, anlayaraq öz yöntəmlərinizdən öyrənməyə çalışın. Mən şəxsən elə eləyirdim. Daha sonra ikinci olaraq isə mən həmişə belə eləyirəm. Bəzi sözlərlə uyğunlaşdırın. Necə? Məsələn, baxın uşaqlar, uzlaşdırmaq nəyə deyirəm bura? Yeni bir ad yaratmaq. Baxın, quldarlıq quruluşu olmayan dövlətlərə mən nə yazmışam? Səma. Ben sadece fazla zekiyim. Niyə? Çünki Səma Slavyanlar, Səma ərəblər, M Monqollar, A Almanlar. Bu qədər asan. Və mən artıq imtahanımda mən düşsək, tutaq ki, desək Yunanistanda quldarlıq quruluşu mövcud olmayıb. Mən fikirləşsəm ki, ayla quldarlıq quruluşu olmayanlar hansılardı? Slavyanlar, ərəblər, aha, okey, demək Yunanistanda olub. Çünki ümumi tarixdə quldarlıq quruluşu olmayan 4 dənə dövlət olub. O da bu 4-üdür. Bunu mən çox qəşəng ağlımda qurmuşam. Helal olsun sana. Üstüne düşeni yaptın. Helal olsun. Biri də var. Məsəl üçün burada yazmışam ki, Midiyanın işğal etdiyi dövlətlər. Musa. Niyə? Çünki Manna, Urartu, Skif, yəni İskitlər, bir də ki Assur, Musa. Bunlar birləşəndə Musa olur. Yəni mən bilirəm ki, aha, Midiyanın işğal etdikləri bunlardır. Çox rahat bir şeydir. Sonra məsəl üçün bir şey var idi ki, Xoy xanlığında Şahbaz xanın işğal etdiyi ərazilər. N-İ-T-Q, Nitq, Naxçıvan, İrəvan, Təbriz, Qarabağ. Yox, Qaradağ. Nitq. Yəni görürsünüz ki, bu dördü çox rahat olur həqiqətən. Yəni son həqiqət o sözləri çox tövsiyə edərdim. Yəni çalışın nəsə bir quş adı qoyun, heyvan adı qoyun, nəsə bir şey eləyin onu, adam adı qoyun, bir şey eləyin onları, yəni ad yaradın. Ləhcə olsun. Məsələn mən Qarabağ xan, Pənahəli xanın işğal etdikləri deyəndə təbii ki, adamın ağlını qarışdırırdı. Mən deyirəm ki,
Ginə. Deyir, Ginə bu iş elədim, məsəl üçün, bir ləhcə var, deyə. Ginə, Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil. Mən artıq bunun mənim rahat ağlımda qalır bu. Bir adla uzlaşdırın, bir adla yadda saxlamağa çalışın. Çox gözəl taktikdir həqiqətən bu. Və bunu mənə 5-ci sinifdə tarix müəlliməm öyrətmişdi ki, yəni belə elə. Daha sonra sizə nəyi məsləhət görüm? Tarixdən konspekt tutaqmı, tutmayaqmı bu haqda? Mən özüm tarixdən konspekt tutmuşam. Bu mənim tarix konspekt dəftərimdir. Bu da mənim 6-cı sinifdəki tarix konspekt dəftərimdir. Bu arada 6-cı sinifdən bu yana bəri saxlayıram. Çünki içində həqiqətən çox dəyərli məlumatlar var. Mən bu dəftəri bura köçürmüşəm. Və ona görə bu haqda bundan danışacağam. 11-ci sinifdə başdan keçməyə başlayırıq da. Durun başdan dərsi öyrəndikcə yazım, xeyr. Elə eləməyin. Ya 10-cu sinifin yayında indi boş olsaz falan, hə, oturub tarix falan oxumaq istəsəz, əgər eləsə, hə, yazılı konspekt tutub öyrənmək istəyirsinizsə, onda yəni yazılı yazın. Yazı pis deyil, amma 11-ci sinifi çalışın yazaraq öyrənməyin. Çünki həqiqətən yəni vaxt itkisidir. Həqiqətən vaxt itkisidir yazaraq öyrənmək. Ya da yazın, amma məsələn durub kitab cümlələrini yazmayın dəftərə. Məsəl üçün mən 11-ci sinifdə çıxartdığım yeganə konspekt nədir? Mənim 11-ci sinifdə çıxartdığım konspekt xanlıqlardır. Mən çünki xanlıqlardan zəif idim tarixdən, yəni qarışdırırdım, uzlaşdıra bilmirdim. Niyə? Bax, burada öz səhvimi deyəcəm. Dürüstlük insanı insan eder. Çünki mən xanlıqları öyrənəndə əzbər öyrənmişdim. Və bu mənim ən böyük səhvim oldu özüm elədiyim. Ondan sonra mən məcbur oldum, tarixdən konspekt çıxartdım. Dərslərə baxırdım YouTube'dan ki, xanlıqları daha yaxşı saxlamaq üçün yadımda. Yəni görürsüz, bir işimi 5 elədim. Amma halbuki müəllim mənə bu dərsi verirdi. Mən bunu əməli başda oturub diqqətlə, anlayaraq, uzlaşdıraraq öyrənsəydim, mənim bu qədər işim çoxalmayacaqdı. Yəni bu səhvi mən də eləmişəm, narahat olmayın. Hə, bu konspekti çıxartdım mən. Mən bu konspekti görürsüz, bir dənə baxın. Durub kitab cümlələrindən istifadə eləmədim. Görürsünüz, yəni bunları mən burada uzlaşdırmışam. Demişəm, aha, bu da bunu eləyib, bu da bunu. İkisi də birləşdirmə siyasəti həyata keçiribdir. Yəni görürsünüz ki, bunları mən uzlaşdırmışam. Götürüb kitab cümlələri yazmam. Dərbəndi işğal edənlər, Təbrizi işğal edənlər, hamısını bir-birindən uzlaşdırıb öyrənməyimi daha da asanlaşdırmışam. Yəni yazdığım ən yaxşı xanlıq konspektidir həqiqətən. Çünki o qədər işimə yaradı ki, bu mənim həqiqətən var. Çünki hər əsas detalı yazmışdım. Durub kitab cümlələri yazmamışdım. Tövsiyəm o olar ki, çalışın yazılı bel öyrənmək istəyəndə çalışın, yəni kitab cümləsindən əsla istifadə eləməyin. Öz yöntəmlərinizdən istifadə eləyin. Amma bu konspekt bu dəftərin bəhrəsidir. Yəni ki, bu konspekti mən durub 9-da 10-da yazmamışam. Bu konspektim 6-cı sinifdən bu yana yaza gəlmişəm. Mənim 6-cı sinifdə dəftərim olubdu. Bir dənə xanlıqlar idi, bir də bir-iki dənə mövzu ki, onları özümə yazmışam. Amma yəni ki, o yazdıqlarımın bir dənə xanlığı öz yazdığım kimi istifadə edirdim. Qalan hamısı yenə də buradakı bilgiləri idi. Vacib şeyləri yazdım. Mən xanlıqları 11-də tutdum. Yəni orada gərəksiz heç bir məlumatı yazmadım. Durub kitab cümlələri eləmədim. Mənə nə lazımdır? Mənə testdə nə düşür? Əsas, yəni məsəl üçün Ərdəbilə yürüyüş eləyənlər falan, Təbrizə yürüyüş eləyənlər falan. Onların hamısını yadımda tutdum. Yadıma saxladım. Yəni bu şəkildə idi. Yəni kitab cümlələrinin hangisini tez yadınızdan çıxır. Bir də bunu demək istəyirəm ki, sizə baxın uşaqlar, tarixin sevmədiyi bir şey oldu ki, əzbərçilik. Əzbər eləyin, illəri əzbərləyin, tarixləri əzbər, amma cümlələri falan işi nə məqsədlə görür falan, onları əzbərləməyin. Əzbər cümlə inanın ki, sizin tez yadınızdan çıxacaq və artıq qarşınıza ümumi sınaq gəlir, siz donub çaşıb qalasınız ki, mən nə deyim burada, mən nə oxuyum burada. Yəni sizə məsləhət görərdim ki, əzbər eləməyin tarixdən. Öz sözlərinizin onları beyninizdə formalaşdırın. Daha sonra gələk nə haqqda danışım, hansı vəsaitlərdən işləyək. Mən uşaqlar tarixdə Anar İsayev idi, Xəyal Əhməddə və Topular da məşhuram, bir də 20 sınaqda. Mən 11-ci sinifdə uşaqlar birinci olaraq Anar İsayevləri bitirdim. 2 Anar İsayevdə bitirdim. Mən mövzu işləyirdim. Yəni siz bugün atropateniyanı keçirik, atropateniyanın sağlıq testini işləyirdim Anar İsayevdən. Yəni bunun hamısını mən birdən-bir eləmədim də. Təbii ki də yəni avqustdan bu yana gələ. Bir də Xəyal Əhmədi bizim hazırlıq müəllimimiz özü işlədir. Biz evdə Xəyal Əhməd işləmirdik. Yəni öz hazırlıq müəllimimiz orada bizə sınaq kimi onu verir. Mövzu sınaq kimi Xəyal Əhməd işləyir. Amma demək olar ki, onu da qurtardıq. Çünki artıq yekun sınaqların hamısını işləmişdik. Ondan sonra toplulara gəldikdə mən yalan deməyəcəm. Dürüstlük insanı insan eder. Birinci sən toplunun hamısını qurtardım. Hər şey bitdi birincisindən. Çünki biz toplu işləməyə uşaqlar martın ortalarından başladıq da. Amma ikinci sən yarıdan azını gəldi. Heç yarı da olmadı deyərim. Arası bir 4-5-6 mövzusunu işləmişdik. Yəni hamısını qurtarmamışdım. Amma bir ziyanı olmadı. Çünki mən zaten qurtardığım testlər olmuşdu. Amma 20 sınağı mən qurtardım həqiqətən. 20 sınağın hamısını bitirdim. Və tarix bir də nəyi xoşlayır? Çalışın test mövzu sınağını işləyəndən sonra hər dəfəsində ümumi sınaqda işləyin. Hər ədəki martdan sonra mən sizə tövsiyə edirdim ki, çalışın çoxlu ümumi sınaqlar işləyin. Elə indinin özündə belə ikinci şans hazırlaşanlar olsa, indinin özündə belə çalışın çoxlu ümumi sınaqlar işləyin. Çünki sizə imtahanda ümumi sınaqlar düşəcək, mövzu sınaqları düşməyəcək. Bu şəkildə. Gələk kitab məsələsinə, hansı kitablardan oxuyaq? Hamının bildiyi
Analiz sahiblərini oxuyurdum. Yəni bu iki analiz sahibində artıq yəni məni görməkdən bəlkə də bezmişdilər. Amma çox sağ olsa, çox dəstək oldular. Bu arada mənim bu analiz sahiblərimdən nə qədərdir? Bəlkə bir 7-8 dənə analiz sahibi var. Düşünün, yəni mən 5-ci sinifdə getmişəm, 5-ci sinif kitabından oxuyurdum. Amma 6-cı sinifdən artıq mən analiz sahibi almağa başlamışam. Bəlkə bir 6-7 dənə, bəlkə də 8 dənə analiz sahibim var idi. Amma təbii ki, hamısını paylamışam. İndi mənə qalanlar budur. Bunlar da ki 25-26-cı illərdir. Yəni bu ilin nəşrləridir. Bir də mən sizə nəyə tövsiyə edərdim? Baxın, mövzularda burada şeylər olur, bu sxemlərdə, bu sxemlər. Bu sxemləri çalışın, öyrənin. Çünki həqiqətən elə imtahanı da deyərdim ki, o sxemlərdən düşəndə. Yəni öyrənin, əzbərləməyin, öyrənin. Bu konspektləri almışdım. Bu konspektləri bəlkə də çoxunuz bilirsiniz. Bunlar bu il məşhur oldu. Amma aprel ayında almışdım mən bunları. Yəni artıq kitabı bitirilmişdik, təkrara başlamışdıq. Mən bunu niyə almışdım? Çünki biz uşaqlar ikinci dəfə təkrara qayıdırıq da. Yəni burada bir dərs tutaq ki 5-6 səhifədə, məsələn Atrabeyten tutaq ki 5-6 səhifədə. Adam ərinir də buradan hamısını oxumağa. Çünki oxumursan zaten bilirsən. Mən ona görə bu konspektləri almışdım ki, burada maksimum 1 səhifə, 2 səhifə olurdu. Buradan oxuyum. Amma yenə ürəyim durmurdu, gedib buradan oxuyurdum təzədən. Yəni üstdən baxırdım da diqqətli bir şəkildə. Yəni almağımda dəyər əslində yaxşı konspektlər idi, maraqlı konspektlər idi və əlverişli konspektlər idi bu arada. Bu konspektdə mən nəyə xoşlayıram? Arxada, konspektin arxasında bu şəkildə belə konferanslar olsun, nə bilim, müqavilələr olsun, hamısının şey var idi, sxemi var idi. Yəni çox rahat idi həqiqətən. Burada var idi, burada da oxumuşam. Yəni xəritə çıxmışlar burada. Buradan da xəritələrə baxırdım. Yəni almağınıza dəyərmədi. Çünki həm də münasib qiymət idi. Bunun mənə ən çox nəyə kömək oldu? Bunun mənə arxadakı bu xəritələri olsun, ondan sonra bu müqavilələr cədvəli olsun, konferans cədvəlləri olsun ki, beynimdə uzlaşdıra bilirdim. Yəni beynimdə hamısını bir tərəfə toplaya bilirdim. Sizə ən böyük tövsiyəm olar ki, əzbərləməyin. Adları əzbərləyin, illəri əzbərləyin. Amma ki, o məsələn zəifləmə səbəbləri, inkişaf səbəbləri, köçürmə səbəbləri bunları əzbərləyin, bunları öz cümlələrini oxuyun. Burada bəzən çətin cümlələri falan işlədilər axı. Yəni onlara fikir verməyin də siz öz beyninizdə qurun. Elə bir cümləni daha mülayimləşdirərək yadınızda saxlayın ki, bu nədir? Siz artıq onu biləsiniz. Məsələn, bunu mən nədə deyə bilərəm sizə? Birinci Yelizavetanın hakimiyyətində bir şey var idi. Proteksionist idi deyəsən. Düz demişəm. Proteksionizm. Mən nə demişdim? Var idi. Proteksionist idi deyəsən. Nəysə, görürsünüz. Sizin yadında qalmayın. Çünki çətin bir sözdür. Mən bu sözün izahına baxanda bilirəm ki, nə deməkdir bu? Yerli istehsalı və ticarəti himayə etməyə. Yəni ki, öz ölkəsinin mallarına daha çox önəm verir də. Bu o deməkdir. Mən yəni istiyorsa da mənə düşsə ki, birinci Yelizavetanın istifadə etdiyi siyasət, mən bunu yazsam, bu mənə ən azından bir yarı verəcəkdir. Yəni biri var heç yazmayan, biri var sözü səhv yazan, biri var ki, yəni mənasını tutmuşam da. Yəni çalışın belə şeylərdə çox diqqət edin, fikir verin ki, yəni özünüzə daha rahat olun. Testləri işləyərkən, tutaq ki, nədə səhviniz çıxır. O səhvə çalışın, çox diqqətli baxın. Çünki yəni inanın ki, o səhv qayıdıb sizin qabağınıza nə vaxtsa çıxacaq bir də. Çox diqqətli baxın o səhvə. Ya da gedin müəllimimizdən falan soruşun. Yəni üstdən keçmin ki, tutaq ki, bir test işlədin, o testdə sənin 3 dənə səhvin çıxdı. Həbsə mənim 27 düzüm var. Elə yox. Görün o 3 dənə yazdığınız səhv nədir? Görün o nəyi səhv yazdım. Xəritələr haqqında deyim sizə. Xəritələrdə uşaqlar, mən özüm şəxsən çox super xəritə bilən biri deyildim. Və sizə də tövsiyə eləmirəm ki, durub gedib ən xırda xəritələri belə biləsiniz. 3-cü qrupsuzsa əgər, yəni bu heç lazım deyil. Sizə lazım olan xəritə nədir? Bir Azərbaycanın xəritəsini super bilin. Ümumi tarixdə də ən çox düşən xəritə bir Hindistan olan Hindistan, Pakistan, Çin olan xəritədir. Bir də ki, ümumi xəritə olur İspaniya, Fransa, Rusiya, SSR olanda, Osmanlı, İsveçrə falan onlar bir də düşür. O xəritəni də super bilsəniz, sizə bəsdir. Yəni durub sizə ən belə bir də uşaqlar qədim dövrün xəritəsini yaxşı bilin. Qəbələ hardaydı, Kazaka hardaydı, Təbriz, Ərdəbil, bunlar hardaydı. Yəni bunları bilin, bir də feodal dövlətlərin xəritələrini. Yəni bunları bilsəz siz artıq xəritənin əlasız deməkdir. Yəni gedib ay bura Naxçıvanyadır, bura nə bilim nə deyim? Qəribə adlı ölkələrə heç ehtiyac yoxdur. Siz durub xırda-xırda xəritələr öyrənməyinizə ehtiyac yoxdur. Hər şey inanın ki, öz əlinizdədir. Daha ciddi bir şəkildə oxusunuz, inanın ki, olacaq. Heç sənin asan bir formulu yoxdur ki, aha, bunu eləsə siz tarixdən 30 yazasınız. Yəni hər şey sizin öz əlinizdədir. Özünüz beyninizdə quraraq, görsəz məsəl üçün halınız yoxdur tarix oxumağa, hal-hazırda oxumayın. Çünki siz əgər tarixi yorğun beyinlə oxusaz və oxuyub bitirəsiniz, görəsiniz ki, heç bir nəticə əldə eləmədiniz
sabahsı gün o dərsi sizin oxumağa halınız olmayacaq ki, bəs ki, ayda dünən oxudum da, amma bilmirəm də. Yəni çalışın ki, təmiz beyinlə tarix oxuyun. Məsələn, mən tarixi həmişə səhər oxuyurdum. Çünki mənim tarixi beynim səhər daha rahat götürürdü. Yəni təmiz beyinlə də axşam yorğun olurdum, hazırlıqdan gəlirdi falan. Ona görə halım olmurdu axşam tarix oxumağa. Ona görə sizə tövsiyə edirəm ki, yəni insanlar fərqli olur. Məndə səhər alınırdı tarix oxumaq. Sizi bilmirəm indi. Yəni özünüzü yorğun olanda məcbur eləməyin dərs oxumağa görə. Dincəlin. Çünki sizin yorğun beyinə oxuduğunuz dərs inanın ki, çox pisdir. Yəni heç bir şeydə yaramır o dərs. Çalışın sağlam beyinə öyrənin dərslərinizi. Nə də ki, o deməkdir ki, siz bir gündə 9-10 saat kitabınızı tutsanız, o deməkdir ki, siz super dərs oxumusunuz. Xeyr. Elə gün olurdu 2 saat dərs oxurdum, elə gün olurdu 8 saat dərs oxurdum, elə gün olurdu ki, 3-4 saat dərs oxurdum, elə gün olurdu ki, heç oxumurdum, çünki vaxt olmurdu məsələn. Pis bir şey deyil. Bir insan ki, oturur 9-10 saat dərs oxuyur, o deməkdir ki, o super bilir hər şeyi. O deməkdir ki, o insan artıq 700 düşür. Xeyr. Bu sizin hər şey sizin öz əlinizdən asılı. Çünki elə insan var 9 saat oxuduğunu yaxşı nəticə göstərir, elə insan var 2 saat, 1 saat oxuyur yaxşı nəticə göstərir. Yəni hər şey insanlar tamamilə fərqlidir. Öyrəniş tərzləri tamamilə fərqlidir. Yəni heç kimdən özünüzü bir daha dediyim kimi qiyaslamayın. Söhbət niyə bura gəldi? Başım çıxmadı. Danışıram, tarixdən danışırdım, değil mi? Əzbərləməyin, dərsi anlamağa çalışın. Öyrənməyi öyrənə bilsək, biz hər şeyi öyrənə biləcəyik. Yəni çalışın ki, düzgün bir şəkildə öz yöntəminizi tutun. Mən artıq 11-ə gəldim, mən bilirdim ki, mən nə tər eləyəndə öyrənə bilirəm, nə tər eləyəndə öyrənə bilmirəm. Bugünkü videomuzda bu qədər idi. Ümid edirəm ki, videomu bəyəndiniz. Əgər videomu bəyəndinizsə, kanalıma like atmağı, abunə olmağı və yorumlarda da fikirlərinizi bildirməyi əsla yaddan çıxartmayın. Sizi çox sevirəm. Ümid edirəm verdiyim taktikalar sizin işinizə yarayar və ballarınızı, düzlərinizin sayını 2 qat artırar. Hamınızı çox sevirəm. Hələlik.